Salam dəyərli izləyicilərim, hamınızı salamlayıram. Bu günlər istədim ki, bir dənə video çəkəm və söyləyəm sizə ki, hansı mövzulara daha doğrusu Azərbaycanda çoxlu toxunulmur. İstədim onlara toxunam. Siz də biraz maarifli olasınız, biraz biləsiniz nədir də, situasiya nə yerdədir, belə deyim. Sərbəst danışacağım, özümü büzə-büzə özümdən sözlər çıxartmayacağım. Nəysə, söhbət ondadır ki, yəqin ki, sizə də zəhlər gəlibdir dələduzlardan, o belə gəldi, bu belə getdi, onu deyin, ya fərqli nömrələrdən gəlir, ya sizə internetdə yazırlar, ya telegramda yazırlar, ya nə bilim, internet səhifələrdə yazırlar, ya sizdə insanları istəyirlər ki, biraz bu birjalara, mirjalara, ora çəksinlər, bura çəksinlər və yaxud deyirlər ki, asobinlə, belə deyək də, yaraşıqlı qızlardır, yaraşıqlı oğlanlardır. Bunların ən çox bunlara da tələbat var. Onu da nətər eləyirlər? Deyirlər, gözəl bir iş deyirik. Əslində, bu fikir verirsiniz də, Azərbaycandan bayaqları biraz çətin idi getmək Aziyazad tərəfə. İndi daha çətin olmuyordu. Daha polnustu rahatdır. Hamı vizasız, hamı sevinir. Yəni, çox adam düşünür ki, bu vizasız oldu. Demək, cəmaət gedib oradan nəsə mal vurub, gətirib satacaqdı. Nə bilim, alver eləyəcəkdi. Söhbət tək ondan getmir. Əslində, Kitaydır, Myanmadır. Bu yerlərdə skam mərkəzlər var. Skam mərkəzlərdə insanları qul kimi saxlayırlar. Yəni, siz gəlirsiniz, uçursunuz, sizə deyirlər ki, biz sizə, nə bilim, biletinizi alırıq, yaşamaq pulu veririk, onu eləyirik, bunu eləyirik, sizlik bir gəlin, hasant işdir, yüngül puldur. Ən pisi də nədir? Yüngül pula uyub gedənlər orada sonra problem yaşayırlar. Əslində oradan da çıxa bilmirlər. Mən inanıram ki, nə qədər insanlar və Azərbaycandan da orada çox insanlar var, hansı ki, ailələrinlə əlaqəyə çıxa bilmirlər. Aşıbqa выжившего deyilən bir şey var. Aşıbqa выжившего. Yəni ki, kimdə yaxşıdır, o çəkif nəyəsə göstərə bilir. Amma gedib o problemlərə düşən birincisi yetim oradan çıxa bilmir. İkincisi gəlib o söhbət eləyə bilmir. Hardasa nədənsə çəkinirlər, hardasa nədənsə qorxurlar, hardasa nədənsə ehtiyat eləyirlər. Özlərini göstərmək istəmirlər. Yəni orada insanların hətta belə orqanlarına kimi satırlar. Yəni mən bu sözləri deyirəm, orada bik-biklər olacaqdı. Nəyə görə? Ona görə ki, YouTube o sözləri buraxmır. Yəni orada insanları konkretni qul kimi saxlayırlar, qul kimi işlədirlər. Orada nə deyirlər? Tamam, siz gəlirsiniz, elə bilirsiniz ki, gəlirsiniz böyük bir şirkətdə, beynəlxalq bir şirkətdə işləməyə. Uçdunuz, gəldiniz, sizi qarşılayırlar, hər şey gözəldir, həm yemək, içmək, oteldə qalmaq. Sonra isə sizə aparırlar həmən skam sentrə. Belə sizə necə izah edeyim? Nəyə görə dedim ki, yaraşıqlı və yaraşığı olmayan da standart olan insanlar daxili gözəllikdən getmir də, yəni üzdən, gözdən, figuradan, bu gözəlliklərdən gedir. Nə qarırlar insanları? İnsanları götürürlər, şeyi bilməyənlərə, onlara taper deyirlər. Yəni oturub ancaq yazışırlar, internetdə uduçka atırlar, ona, buna, lic bir şey olsun və kimisə tutanda, kimsə kulüvat eləyəndə belə şeylərə, kim kulüvat elədi, heç nə, onu götürürlər, həmən o qadındırsa da qarşı tərəfdə yaraşıqlı bir oğlanı oturtururlar. Suni intellektlə bunların üzlərini, başlarını arxada göstərirlər ki, gözəl həyatdır, Dubaydır, odur, budur. Bir də onu sizə deyim, Kitaydan çağıran insanlar var. Deyəcəksiniz ki, nətər çağırır, dil bilmirlər, belədir, elə də. Orada əslində oturub, o qul kimi orada oturan Azərbaycanlılar da var, Qazaxlar da var, Özbəklər də var, Ruslar da var. Yəni, səhvən, hasant pulun arxasından düşüb qaçanlar elə bir problemlərə düşüblər orada. Yəni, mən burada bəzi kadrları götürüb qoyacağım, bəzi kadrlar bu videoda olacaqdır. Əlbəttə ki, başqa, belə deyək də, başqa kanalın sahibinin danışmağınla da, onun icazəsinlə, razрешение. Hamısını bunları qoyacağım ki, siz də marifli olasınız. Ona görə ki, Azərbaycanda belə şeylərə heç kim çəkmir. Cavan uşaqlardır, cavan oğlanlardır, qızlardır, baxırlar internetdə deyirlər, filan şey, mən gedirəm İndoneziyada işləməyə, gedirəm Myanmada işləməyə, Kitayda işləməyə, böyük korporasiyadır, Singapura gedirəm. Başlarını alladıb ora aparırlar, sonra o insanlar orada əziyyət çəkir. Yəni bunun, belə deyək də, jivoy şahidləri də var, hansı ki, oradan qaça biliblər, qaça bilməyən özlərini də təzdən oradan qurtarmaq üçün. Gələk, bunlara deyirlər, ya insana baxır da, birinə deyirlər 50.000 dollar verərsən, birinə deyirlər 20.000 dollar verərsən, birinə deyirlər 15.000 dollar verərsən. Bunların hamısı
necə deyim sizə, определенный şərtlərdir sizə qoyurlar və yaxud insan gəldi, müqaviləsini bağlayırlar. Hər şey rəsmi olur. Bizim də ki, mentalitetimizdə deyim, saflığımızda deyim, bu şey var ki, demək, mənlə müqavilə bağladısa da, nəsə mənlə kağızda yazdısa da, nəsə mənlə müqavilə söhbəti oldusa da, demək, bunların hamısı rəsmi işdir. Bu, əslində elə deyil. Buna gətirib sizə Çin dilində də nəyəsə qol çəkdirə bilərlər, başqa dildə də qol çəkdirə bilərlər. Bunların hamısından mən istəyərdim ki, Azərbaycan xalqının da biraz biliyi olsun, biraz marifli olasınız. İnternetdən, nə bilim, səhifələrdən iş tapısınız. Əslində rəsmi iş saytlarında da. Yəni Jobs.com-dur, Jobs.ru-dur, nə bilim, Headhunter azdır, Headhunter.ru-dur, Headhunter.com-dur. Bunların hamısında bilin ki, yüksək maaş yazılırsa da, yüksək maaş yazıldı, amma işdə hardasa çox asanlıq görürsünüzsə da, demək bunun nəsə əmması var. Mən istəyərdim ki, buna biraz siz diqqətlə yanaşasınız. Bu videonu yəni çəkirəm, paylaşıram, like da verin, abunə də olun. Başqa bir marifli şeylərdən də sizin üçün çəkin paylaşım. Çoxdan edib paylaşmırdım, əslində video nəyə görə, onu da deyim bu sözün arasında. Ona görə ki, başım işə qarışıbdır da, belə deyək. Pastayanla işdə oluram, orada olun. Plus bir də baxıram ki, o boyda da belə maraq, nətər deyim, maraq göstərmək istəyən insanlar başqa yönə yönləndirilirlər da, belə deyək. Yəni, belə şey lazım deyil. Ən gözəli, necə deyim, insan özünü marifli saxlayar, insan özünü irəli çəkər, insan hardasa elə maraqlar eləyər ki, bu irəli getsin. Hətta bax, bu skam sentrləri, skam mərkəzlərini qoyuram qırağa. Mən indi olduğum ölkədə belə, Azərbaycanlıları Azərbaycandan gətirirlər, bilet pulunuzu veririk, yatmaq pulunuzu veririk, yemək pulunuzu veririk. Bunların hamısını deyirlər. Uşaqlar gəlirlər burada, işləyirlər, hər kəs də Azərbaycandan çıxan deyir, mən yek adamam, kim mənə eləyə bilər? Onu eləyərəm, belə eləyərəm, dağıdaram, cıraram. Amma burada çox təəssüf ki, elə hadisələr olur ki, insan gəlir 1 ay, 2 ay işləyir, bu 1 ay, 2 ay işləyən ərəfələrində çıxardılar, buna 100 evro, 200 evro pul verirlər. Təzdən bunu yola salırlar, belə nətər yola salır, yola da salmırlar. İnsanlar konkretni pulu atıb qaçırlar. Burada deyirlər, o falan kəsə zəng eləyərəm, polisə deyərəm, onu, bunu. Valla çoxsu gəlib sənədsiz işləyirdi, yəni sənədlərini belə düzəltmirlər. O günləri Herceg-Novi şəhərində bir dənə hadisə oldu. Mövzumuzu yadınızdan çıxartmayın. Bunu prosto söyləyim sizə, qayıdacağım həmən o skam mövzumuza. Bir hadisə oldu. Nə qədər adama, bir dənə türk, bir dənə Azərbaycanlı. 100 minə yaxın eşitdiyimin yalancısı ola bilər, amma yəni qaqaşlar çöldə qalmışdılar. 100 min evroya yaxın pullarını atdılar. İnsanlar çöldə qaldı. Oradan da bir nəfəri mən gətirdim. Burada evdə saxladım. Sabahsı günləri 60 yaşında kişi idi. Aeroporta apardım, düşürtdüm ki, çıxsın, getsin evin eşiyinə. Yəni, aldadırlar ki, sənətinizi düzəldəcəyik, siz də bilmirsiniz heç nəyi. Gəlirsiniz, sənət verirsiniz, neyinirsiniz, yalandan deyirlər ki, sənətiniz düzəlir, hambal kimi işlədirlər sizi, təzdən sənət də düzəlməyəndə ortalıqdan yoxa çıxırlar. Unutmayın, bu məndən sizə tövsiyə. Hansısa bir xaricə çıxanda, xaricə gedəndə sizin sənət probleminiz şəxsi sizin probleminizdir. Nə işə götürənin, nə iş verənin, nə bilim, şirkət sahibinin problemi deyil. Bu sizin sənətdir. Bu sənət sizindirsə da, bunun bütün məsuliyyətini sizin özünüz daşıyırsınız. Nəysə, qaydaq mövzumuza, bu biraz belə elə tələsiklə danışam, elə bir dalından atdılar düşübdür. Nəysə, qaydaq bu, istəmirəm prosto yadımdan çıxsın. Qaydaq mövzumuza skam sentrlərdən danışırdıq. Nə qədər insanları, bax, Qazaxıstandan bir oğlan orada 7 ay qalıb. Orada sözə qulaq asmayanda, sözə qulaq as. Siz deyəcəksiniz, niyə oradan çıxıb gedə bilmirlər, dövlət mi, yoxdur? Xeyr, Aziyada biraz vəziyyət başqa cürdür. Elə bir neytral territoriyalar var ki, neytral territoriyalarda insanları o qədər əzirlər, o qədər incidirlər. Yəni, insan həyatı orada bir qəpiklik belə deyil. Belə deyək, bir Qazaxıstanlı oğlan var, gedibdir orada qalıb, elə bilib ki, işə gedir. Buna zəng eləyiblər ki, sən gəlirsən, bizdə şirkətdə analitik işləyəcəksən, IT-də işləyəcəksən. Bu yazıq gedib oraya düşəndə bunu samolyotdan qarşılayıb maşına oturanda, maşın şəhərdən çıxıb, gəlir sərhədə, sumkasını götürürlər, pasportunu götürürlər, deyirlər 1000 lötkəyə gedirik filan yerə. Gəlirsən, sağ qol çəkdirirlər, deyirlər sən burada işləyəcəksən. Yəni, əgər deyirsən, işləmirəm səni döyürlər.
döymək bir qırağa. Elə bir psixoloji təzyiqlər göstərirlər, davleniya göstərirlər, aparırlar, otaqlarda saxlayırlar, muzikayla, səslərlə, stratoskoplar pastayanlı işıqlardır, yanır, keçir. Yəni, belə şeylər var. Mən də bunların hamısını deməyim odur ki, bax, adicə Azərbaycanda kimsə sizə zəng eləyir ki, bilirsiniz ki, bu dələduzdur. İnanın ki, o dələduzun özünə getmir çox vaxtı o pul. O dələduzun özü elə bir problemdədir. Onu məcbur eləyirlər ki, oradan, skam mərkəzlərdən siz otursun öz, belə deyək də, öz auditoriyasında, öz dili bilən bir teritoriyada özü kimi başqasını tapsın. O tapmasa onu incidəcəklər. Yəni, belə bir, həyatda belə bir şeylər var. Ona görə hansısa xaricə çıxmamışdan, siz yüksək maaşa aldanıb, uyub, gedəcəm, superdir, belədir, heç vaxt elə eləməyin. Ən azından ehtiyatlı olun. Ən çox da Aziya barəsində. Aziyada həmən bu insan da sözə baxmayanda, Aziyada insan həyatının bir çöpü qiyməti yoxdur. Birincisi, hamı bilir ki, milyard yarım Kitaydadır, 300 milyon, nə bilim, Bangladeşdədir, 300 milyona yaxın. Sonra 1 milyard yarım Hindistandadır. Orada insan həyatı elə bir dənə qarışqa həyatı kimi bir şeydir. Yəni, kimsə gəldi, yoxa çıxdı, o boş söhbətdir. Hətta o skam centrlərdə olanda, siz heç səfirliklə də əlaqə saxlayanmısınız. Lap hətta saxlasanız da, səfirlik də gəlib sizin köməyinizə çata bilmir. Başa düşürsünüz? Siz inanın ki, orada iminlə o skam centrin illik aborotu 45 milyard, aborotu yox, qazancı 45 milyard dollardır. 45 milyard dollardır illik. Bu yanı ortalama götürəndə Kambocanın, Myanmanın, Nepalın, bu ölkələrin daxili bazarında olan bütün qazancları 2 dənə, 3 dənə elə parklar deyirlər onlara. Skam park. Skam parkların qazancıdır. Ona görə mən açığı da bu videonu çəkməyin məqsədi nə idi? Məqsədi odur ki, baxıram ki, bizim insanların çoxsu, hətta çox da cavanlar. O da nədən gəlir? Biraz maarifsizlikdən gəlir. Heç kimin xətrinə dəyməsin. Gözü bağlılıqdan gəlir. Gözü açıq deyil çox insanlarımız. Vallahi gözü açıq deyil. Küsən küssün, xətrinə dəyən dəysin, çestinə dəyənin çestinə dəysin. Mən nətər var onu deyirəm. Hətta mən bunu deyim ki, mən Azərbaycana gələndə 20 yaşında qaqaşdı, durubdu bankomatın qafağında deyir ki, qaqa nə olar, mənə bankomatdan bu pulu çıxart. Yəni belə şeylərə qədər, belə şeylərə hətta belə geridə qalmış biraz insanlarımız var. Geridə qalmış təhqir üçün demirəm bunu. Bunu onun üçün deyirəm ki, insanlar gələk özünü maarifli saxlaya, öz evladlarına bilik verə, gözü açıq şeyləyə. Yəni elə eləyə ki, sabahsı günləri hansısa başqa bir yerdə kimsə aldatmaq istəyəndə şustur olsunlar, göz açıq olsunlar, juk olsunlar. Yəni belə olmaq lazımdır. Amma gedib hardasa başını aşağı salıb belə insanları incitməklə, incidilən olmaqla olmaz. Yəni Gəncənin özündə bir hadisə də olub. Gəncəni deyəndə Gəncəli bir oğlanın hadisəsi Stavropol. Rusiya nə yerdir ki, Rusiyada aparıb bunu qul kimi işlədirdilər. Orada da aparan özü də Azərbaycanlı idi. Elə qayıdıb deyirdi ki, mənim burada polislər falan, bunlar mənim tanışımdır. Aldadırdı, əslində aldadırdı. Belə şeylər var. Və durub, mən bu videoda bir daha deyirəm. Gəlin belə maarifli videolardan, belə şeylərdən irəli çəkək. Daha çox informasiya yığım, daha çox bölüşüm, daha çox video roliklər. Hətta realda bu şeylərin jertvaları olanları, qurbanları olanı, bu insan alveri deyirlər buna. İnsan alverinin qurbanları olanların cəmaatın özünü tapım, özləri sizə söhbət eləsinlər. Yəni bilim ki, həqiqətdən belə videolar maraqlıdır. Səmimi deyəcəm. Yəni oturub fikirləşirsən ki, hansı bir gözəl mövzuyla danışım, söhbət eləyim, insanlar biraz maarifli olsun, insanlar ən azından mən bildiyim qədər bilsin, bilməyənlər, bəlkə məndən çox bilsinlər, məndən çox bilənləri də var. Amma təəssüf ki, hər insan çıxıb bu barədə danışmır. Hər insan çıxıb bu barədə söyləmir. Və baxıram, mən bir daha təkrar eləyəcəm. Nə qədər hər səfər belə mövzuları çalışmışam ki, Azərbaycanın blogerləridir, Azərbaycanın televideniyalarıdır, məktublar da yazmışam, hamısı. Hərə bir dənə Rusun qəşəng sözü var. Моя хата с краю, ничего не знаю. Моя хата с краю, ничего не знаю. Bunun da tərcüməsi odur ki, mənim evim qıraqdadır, mən heç nə bilmirəm. Mən bamballığımı eləyəcəm, çıxıb nə bilim, matışqalıq eləyəcəm internetdə. Mənə hamı qılavını baxırlar, hə, mənə o gəlir, o bəsdir. Elə şeylərdən, necə deyim,
Bir daha təkrar edirəm, özünə götürən blogeridir, kimidir, fərqi yoxdur. Özünə götürən onun öz problemidir. Mən fakt reallıqdan danışıram. Yəni, heç kim küsməsin. Küsür o deyir, insan hansısa bu sözümü, hansısa şəxs sözünə götürdüsə, demək, problem ondadır, problem məndə deyil. Yəni, dedim ki, belə bir mövzularda danışaq, belə bir, ona görə bunu nəyə görə, bu nətər deyim, sizə izah eləmək istəyirəm. Ben sizlə səmimi söhbət eləyirəm. Nətərdir, bəyəkləri açığı, çox videolarımda deyir, özümü sıxa-sıxa ki, biraz deyirsən, bu sözü belə deyərəm, bu söz belə anlam verir. Heç nə anlam verir, mən danışığım budur, sərbəstdə danışıram. Yəni, çalışağın, necə deyim sizə, Azərbaycandan çox insan miqrasiya eləyir. Təmiz danışaq da, fakt miqrasiya eləyir. Bir dəqiqə mənim özümə TikTokda da, YouTube'da da, nə bilim, şəxsi e-mail poçtuma da o qədər insanlar yazır ki, nətər gedək, nətər gələk, nətər köçək, nətər belləyək, nətər helləyək, o belə, bu belə. Demək, bu mövzular ən çox cavanların içində də maraqlıdır. Cavan insanların içində də maraqlıdır. Ona görə də lazımdır ki, bu insanlar onu bilsinlər. Bu insanlar ən azından gözü açıq olsunlar. Harasa gedəndə ilk növbədə dil bilmək gözəl şeydir. O bir dənə bığlı keçəl çıxmışdı, özünə jurnalist deyən bığlı keçəl. Qayıdıb o rus dili barəsində nəsə bir söhbət eləmişdi. Elə bir insanları özünə o statistika yığdı. Mən sizə bunu da deyim. Sitiyuruyumuz deyirlər. Siz nabarot ona şey eləmədiniz, nədir adı? Tənqid zat eləmədiniz, ona fikir verməsəydiniz başqa məsələ idi. Nabarot insanların çoxsu onu sitiyurut elədikcə o özünə populyarlıq qazandı. Durub deməklə ki, nə bilim, barda danışan qızlar ancaq rus dillilərdir, bulardır, olardır. Yəni o əslində cahil bir insandır. Ağlı üstündə olmayan bir insandır. O durub deməklə ki, rus dilini öyrənmək üçün aylıq pul versinlər, cəmaət pul versin. Bunu da demək istəyirəm sənə. Kimsə dil öyrənirsə, dil öyrənmək, dil bilmək, dil ömrü boyu heç bir insanın düşməni olmayıbdır. Kimsə dil öyrənirsə də bu bunun üçün addelini bir yeni açılan qapıdır. Bu insan gənə irəli gedəcəkdir bundan. Sabahsı günləri o boyda bax, mən qruba qəvərə belə deyim, o Gəncədən gedən uşaq rus dilini bilsəydi, ay bığlı. Əgər baxırsansa da bir komment da yaz, bilim ki, bığlı keçəl də baxır. Rus dilini bilsəydi, onu Stavropolski krayda allatmazdılar. Stavropolski krayda qul kimi işlətməzdilər. Ən azından çönüb birinə deyərdi ki, здравствуйте, извините, пожалуйста, будьте добры, помогите мне. Yəni, bu sözü deyə bilərdi, amma onu qoymadı. Qoymadınız nəyə görə? Sənin kimi, belə sən də deyəcəm, ona görə ki, sən o boyda rus dilini bilən insanları təhqir edibsən. Sənin kimi insanlar, sənin kimi bax o bığlı keçəl jurnalist kimi keçəllər, cahillər, bilməyənlər, dilə qarşı duranlar, biliyə qarşı duranların günahıdır ki, çox insan dil bilməyə gedir, hardasa qulluğa düşür. İngilis dili öyrənəndə ingilis olmur, düzdürmü? İngilis heç nə eləmir. Amma rus dili problem yaradır. Niyə? Siz mənə zəhmət olmasa deyin görüm, nəyə görə pullu məktəblərdə, bəs sözü qoyub sözə keçirəm, söhbət eləyirik. Bu mənim belə söhbət videomdur. Pullu məktəblərdə nəyə görə ayda, ildə 15.000, 16.000, 20.000 pul alırlar. Biz sırf ingilis dilində danışırıq. Biz sırf bunu eləyirik. Biz sırf nəyə görə əgər dövlət özü rus dilini öyrədir, deyir, öyrən, bil, niyə buna irəlilək? Deyirsiniz, o bəzi, elə o bığlı içi qarışıq, bu bığlın da heç o qədər jurnalist olsa da o qədər şeyi yoxdur, dalinavidnistliyi yoxdur, uzaq görücülüyü yoxdur. Deyirsiniz ki, Moskvada, Rusiyada Azərbaycan məktəbi varmı? Siz mənə deyin görüm, zəhmət olmasa, Azərbaycan dili bilə-bilə neçə, hansı bir millətlərlə ünsiyyət, kommunikasiya yarada bilirsiniz? Hansı millətlərlə, hansı ölkəyə gedəndə kommunikasiya qura bilirsiniz? Amma mən sizə ən azından rus dili də yaxşıdır, ingilis dili də yaxşıdır, ispan dili də yaxşıdır, portugal dili də yaxşıdır, Kitay dili də yaxşıdır. Mən sizə deyim nətər. Rus dilini bilə-bilə Latviyadır, Litvadır, Estoniyadır, Polşadır, Ukraynasıdır, Belarusiyasıdır, Kazaxstandır, Özbəkistandır, Qırğızstandır, Gürcüstandır, elə Çernogoriyanın özüdür, Serbiyasıdır. Bunların bu ölkələrin hətta Amerikada siz getsəz Brighton Beach-ə, Brighton'a getsəz, Brighton'da da tamam elə bilin ki, özünüzə kommunikasiya tapa bilirsiniz. Amma Azərbaycan dilindən siz hətta deyirsiniz, indi
Düzdür. Qardaş dövlət, Türkiyə, hay, huy, xoş 5-15 hər şey gözəldir. Amma təəssüflər olsun ki, sən gedib orada öz Azərbaycan dilində danışanda sən çox adam anlamayacaqdır. Bu da var. Sonra nə danışacaqdım? Mövzumuza keçək gənə. Arada bir söhbət eləyirik. İnanıram ki, kommentarilərdə yazısınız. İnanıram ki, bir diqqət yetirirsiniz mən orada dediklərimə də, danışdıqlarıma da. Yəni, bəlkə də mənsiz də araşdıra bilərsiniz. Allaha şükür, 21-ci əsrdir. Hətta girib GPT chatda da yazsanız, əgər tapa bilmirsinizsə da, nə isə yaza bilərsiniz. Skam mərkəzlər Myanmada, görün nələr çıxacaqdır. Görün insanların nə qədər orada qul kimi işlədirlər. Bunlar, yəni hətta sizə hansısa dələduz zəng eləyəndə bir anlıq düşünün ki, o da bir quldur. Onu qul kimi saxlayırlar. Ona deyirlər ki, misal üçün, ay ərzində sənin bu boyda planın var. Sən 10.000 dolları yığmasan, 10.000, 5.000, 3.000 bu pulu eləməsən, sabahsı günlərə sənin problemin olacaq. Sonra nə demək istəyirəm? İnternetdə tanış olduğunuz insanlarla sizə deyəndə ki, ay gəlin mən birja oynayıram, onu eləyirəm, bunu eləyirəm, bax mən qoydum, utdum, istəyirsən bir 5 manat da sən qoy. Belə şeylərə inanmayın, belə şeylərə uymayın. Ona görə ki, bunların hamısı yalandır. Bir dəqiqə devir elə devirdir ki, suni intellektlə hər şey yaradırlar. Hətta insanlar oturur suni intellektlə sizə göstərir ki, bax görürsünüz, mən Dubaydayam, mən filan yerdəyəm, mən oradayam, mən Amerikadayam, arxamda nə bilim, arxalarına nə qoyacaqlar, elə bir danışanda sizlə onlayn danışır, sizi cəlb eləyir. Bu konkretni scammingdir, bu scam. Sizə qaydalar göstərir ki, bax burada sertifikatlar var, burada o var. Hətta insanın bədən quruluşuna belə yekələndirirlər ki, bu belə şeydir. Və yaxud qadın xeylağıdırsa da ona da bir özünə layiq gözəllik verirlər ki, insanlar, necə deyim, desin, ha, bax bu görün, uydurmaq üçündür bunların hamısı. Yəni, insanları sizə götürüb elə bir hərəkətlər eləyirlər ki, bu şeylərin hamısı gəlir sonunda elə bir vəziyyətə çıxır ki, özünüz çıxılmaz vəziyyətində qalırsınız. Mən inanıram ki, hətta bu videomu baxan, bilən varsa da, Azərbaycanlılar da var, Oskam Centerdə olanlar, ora düşənlər, bütün SNG-dən var. Oradan düşüb həyatını qutaranlar da var. Yəni, çoxsu utanır o barədə danışmağa, çəkinir o barədə danışmağa. Mənlə əlaqə saxlaya bilərsiniz, biz sizlə söhbət eləyə bilərik. Lap üzünüzü göstərmədən siz öz hekayənizi danışa bilərsiniz ki, insanlar maarifli olsun. Yəni, nə deyim ayrı? Ayrı nəsə başqa bir mövzulərdə nəsə bir maraqlıdırsa da araşdırım, sizinlə paylaşın, videolar, like verin, abunə olun, kanalımızı irəli çəkin. Ən azından like verəndən sonra da bir dənə bir kommentariyada yazın ki, nə bilim, Elşən malades, Elşən halaldır, Elşən çox sağ ol, Elşən marifli oldu, Elşən budur. Və da, ya da nə bilim, ürəyiniz nə istəyirdən, bir də adekvat olaq. Adekvat olaq. Ona görə kanala abunə olub, like verməyinizi unutmayın. Bugünkü videomu maşında çəkdim. Bəlkə indi qışqıra yox. Özümə mikrofon da almışam. Bax, görürsünüz, mikrofonum da var. Bax, mikrofonum. Yəni dedim ki, səsim təmiz gəlsin. Tam doğru qulaq asa biləsiniz. Və hansısa hətta suallarınız yaranırsa, suallarınızı verin. O mövzuda videoda çəkim. Danışaq, ətraflı söhbət eləyək. Mən belə deyək, tək o deyil ki, iminlə sırf yeməklərdən çəkirdi, Elşən yeməklərdən yox. Elşən çalışır ki, yeməklərdən də öz milləti, öz xalqı biraz marifli olsun, aldanılmasın, gəlib heç kəs aldatmasınlar. Tək Oskam Centerlərdə yox, dünyanın elə Serbiyasında, Çernogoriyasında, Montenegrasında, Serbiyasında, Albaniyasında nə qədər cavan uşaqları, nə qədər cavanı, qocası fərqi yoxdur. Gətirirlər, alladırlar, işlədirlər, pullarını vermirlər. Siz bura gəlməmişdən ən birinci növünüz odur ki, sənət, dəvət, göndərdi söhbəti yox. Gəldiniz bura düşəndə məndən sizə, bir hüquqşünas kimi deyirəm sizə, tövsiyə. Gələndə birinci müqavilənizi bağlayırsınız, müqaviləni də filan kəsin kiminsə ofisində, padvalında, otağında, damında bağlamırsınız. Müqaviləni bağlayırsınız, deyirsiniz, xahiş edirəm gedəyin notariusda bu təsdiqlənsin. Yəni məsuliyyət daşısın sizi bura gətirən insanlar. Yoxsa gəlirsiniz, yəni tək bura yox, elə başqa bir ölkələrə də gedəndə orada sonra ortalıqda qalmamaq üçün, aldanılmamaq üçün, işlənilib pulunuzu verməyəndə siz bura qaçaq gəlibsiniz. Sizin haqqınız da olmur kiməsə müraciət eləməyə. Və yaxud turist formasında gəlirsiniz, işləyə bilmirsiniz, amma sizi işlədirlər. Sabahsı gün pulunuzu verməyəndə siz polisə belə getməyə haqqınız yoxdur. O gedəcəksiniz, sizə problem yaranacaq. Ki siz
turist kimi gəlib burada nə edirdiniz? Niyə işləyirdiniz? Bunların hamısını sizə məndən məsləhəti, bəri başdan oturun, həmişə harasa getməmişdən, heç kimə kör-körünə, köl-kölünə inanmayın. İnsanlarda çoxlu yalançılıq var. Ən çox da bir də deyirəm, yadınızda saxlayın. Deyir, atalar sözü var. Ağacı deyir doğrayanda ağac baxır, deyir sapı özümdəndir. Yəni çox yerlərdə hətta problemlərə ulaşdıran insanlar hamısı çoxsu hərə öz millətindən olur. Rusu problemə salan elə Rus olur, Azərbaycanlı problemə salan Azərbaycanlı olur. Nəyə görə? Demirəm, Azərbaycanlı və öz millətin pisdir. Xeyr, onu izah eləmək istəyirəm ki, hətta sizə kimsə deyəndə çalışın, ehtiyatınızı saxlayın. Yaxşılarımız da var, amma təəssüf ki, kimsə kimisə harasa pişirib gətirirsə də, yəni ay qəşəng olacaq, belədir, budur. Siz gəlirsiniz, axırda görürsünüz ki, deyilən söhbətlər olmadı. Nəyə görə? Ona görə ki, inandınız, hə, millətdir, mən gedəcəm yanında, qardaş, belə işdə, elə işdə bu olacaq, o olacaq. Yəni açıq deyim, mən bax buranın özündə yaşaya da, o problemlərdən mən də yaşadım. Problemlərdən yaşadım ki, insanlar dedi, işləmək istəyirəm, burada mənim özümün şirkətim var. İşləmək istəyirəm, gətirdin, hə, bu oldu, baxırsan ki, sənədsiz gəldi, filan kəs onu alladı, filan kəs bunu alladı, bu sənədsiz, o sənədsiz, məndə bu var, o var, eləyə, axırda mən də böyük problemlər yaşadım, amma bu yenə də bu video mövzuluyu deyil. Ona görə ki, sadəcə paprastomu, insan kimi, по-человечески, normalni demək istəyirəm ki, diqqətli olun və kanala da abunə olun, kanalı da irəli çəkin, like verib abunə olun, nə bilim, dosta, tanışa göndərin, kanalımız biraz qazdansın. Öpürəm hamınızı, bağrıma basıram. Özünüzdən müğayət olun.